insan çalışmalıdır Allah Subhanahu Taala'nı razı salmağa. Eğer Allah Subhanahu Taala'nı razı salarsa zaman keçdikcə insanlar da ondan razı qalar. Yox, əgər insanlar razı salıb Allahı qəzəbləndirərsə, zaman keçər, insanlar da ondan üz döndərər və Rəbbi də olsa əvvəlcə də ona qəzəblənmişdir. Və ümumən alimlər gətirir ki, Allaha asi olan şeylərdə məxluqa itaat yoxdur. Yəni, bugün sənin valideynin səni namaz qılmağa qoymasa, hicab bağlamağa qoymasa, bu məsələlərdə imkan dairəsində onlara itaat eləmək yoxdur, qardaş. Aydındır. Yəni, bu məsələlərdə onlara itaat eləmək olmaz. Hətta qadını əgər əri namaz qılmağa qoymursa, o qadın ərindən boşanmalıdır. Əgər qadını əri hicab bağlamağa qoymursa, o qadın ərindən boşanmalıdır. Aydındır, qardaşlar. Və əgər o arvadını hicaba görə boşayırsa, o ərdə xeyri yoxdur. Aydındır. Və yaxud o ərdə qadınını, öz uşaqlarının anasını namaza görə, namaz qıldığına görə boşayırsa, o qadında da xeyri yoxdur. O kişidə yenə xeyri yoxdur. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır, qardaşlar. Allah Subhanahu Taala hamının köməyi olsun və şək yox ki, insan bir əməli eləməmişdən qabaq Allah Subhanahu Taala çoxlu dua eləməlidir. Dua eləməlidir ki, Allah Taala onun üçün bu işi asanlaşdırsın. İnşallah dua eləsin, çalışsın. İnşallah Allah Subhanahu Taala asanlaşdırar onun üçün. Bir də hər bir əməlin əvvəlində çətinlik olur. Müəyyən miqdarda çətinlik olur. Görsən ki, adi insan İslam'a gələndə, namaz qılanda və yaxud zaqqal saxlayanda, adi məsələn, naməhrəm qadınlarla əllə görüşməyəndə bir müddət görsən ki, narazıçılıqlar olur, etiraz olur. Bəlli bir müddətdən sonra artıq nədir? İnsanların elə bir ki, psixologiyası buna uyğunlaşır. Dilləfsi o da bu artıq belədir. O baxımdan, yəni, inşallah dua eləsin və çalışsın, Allah kərimdir. Şək yox ki, işin əvvəlində inşallah çətinliklər ola bilər, sıxıntılar ola bilər. İmtihandır, səbr eləsin inşallah. Yəni, axirət sıxıntısı ondan da böyükdür, qardaşlar. Ona görə səbirli olmaq lazımdır. Selamun Aleyküm və Rəhmətullah. İxlasla.com saytı tərəfindən təqdim olundu.